Hamıya salam, çevrədəki canlar marafonumuz davam eləyir. Bu dəfəki marafona başlayırıq biz Ayda Parkdan. Qonağımız şəhərin ən məşhur simalarından biridir. Şəhərdə yerlilərin və turistlərin ən çox şəkli olan qonağımız Mosudur. Marafonumuz Mosu ilə davam eləyəcək. Mosu haqqında bizə biraz məlumat versəz. 2 yaşı var Mosunun. Aha, cinsi nədir? Makaka. O. Nəsə əsəbi görsənir Mosu. Yox, Mosun baxışları elədir. Kişi xeylağı olduğuna görə baxışları elədir. Sərtdir. Dostlar, biz bugün Mosun keyfini açmaq üçün əlləşirik, görək alınacaq ya yox. Mosun gətirmişik yelləncəyə. Otur balası. Jelibonu mən verə bilirəm yoxsa? Verin. Əlbəttə ki olur. İyisən Mosun? Mosun. Get. Get. Xoşladığı şeylər nədir yemək olaraq? Meyvə, tərəvəz, banan. Əsasən qida. Hə, meymununki əsas banandır da. Mosunun 2 yaşı var, erkek cinsidir. Makakadır. Makakadır, bəli. Aha. Primat parodadır. Yəni ki, balaca qalır, böyüyən növdür, cinslərdəndir. Böyüyür? Yox, belə qalır. Böyümür. Bundan artıq böyüməyəcək. Ailəlidir. O, Hələ ki, övladı yoxdur. Nə yoxdur? Övladı yoxdur, uşağı yoxdur. Ailədə neçə nəfərdilər? 2 nəfərdilər. Hə, yoldaşı bir də özü. Mosu, xasiyyəti ağırdır, əsəbləşər, yoldaşın adını soruşar. Yox, problem yoxdur. Xəyali onun həyat yoldaşıdır. Necə oldu ki, meymun saxlamaq fikrinə düşdünüz? Mən gözümü açandan meymun görmüşəm. Yəni bizdə Bibimgil tərəfdə də sərgi olub bulvarda. Orada uşaq vaxtından hələ meymun görmüşəm. Niyə məsələn məhz meymun da, it yox, maraqlı şey yox? Ən maraqlı heyvan, ən sevdiyim heyvan olub meymun. Bütün insanların, yaşlıdan, qocadan, böyüdən, körpədən hamısı sevimlisi meymundular. Mosu həm də iş yoldaşıdır da, bir yerdə səhv eləmirsəm, Mosu Targovda işləyir, şəhərin ən mərkəzində. İş əsnasında nə kimi maraqlı hadisələr olur? Əsasən uşaqlar onu çox sevir. Bu da onları qucaqlayır, öpür, qucaqlayır, şəkil çəkdirir onlarla. Uşaqlar çox sevir Mosu. Qorxmurlar Mosudan? Yox, meymun hələ bir heyvandır ki, bütün insanların sevimlisi olduğuna görə meymundan qorxmur heç bir uşaq. Yəni %1 uşaq olar ki, qorxsun, buna yaxın gəlməsin. Aqressivləşib, əsəbləşib eləmək? Əsəbləşməklə əsəbləşmir, sataşmasan heç bir şey eləmir. Hə, adam üçün də deyil. Dəymə mənə, dəymə sənə Mosu. Vereyim jelibon. Jelibon ver, başlayır jelibon. Yiyirsən Mosu? Mosun keyfi açılmadı, qaşqabağı. Yox, kameralarımızdan xoşu gəlmədi. Oy, nəyincə götürür. Mosu dadlıdır. Hə, balam? Bax, dediniz uşaqları sevir də. Yəni, bunlar əvvəlcədən tərbiyə olunurlar, yoxsa elə ümumiyyətlə bu cinsin... Bu, burada doğulduğuna görə, doğulduğu gündən tərbiyə alınır. Tərbiyələr nə vaxtdan başlayır? Məsələn, itlərdə bilirik ki, 4-5 ayından. Təmiz tərbiyəni getirməyə başlayır 6 aydan sonra. Nə kimi, yəni nə edirsiniz tərbiyələndirəndə? Yəni onun xoşladığı məhsulu, qidanı ona verdiyin zaman o qidanı gözləyir. Dediyin sözü 100 dəfələrlə deyirsən ona, təkrarlayırsan. O əgər gözləyir səndən o alacağı mükafatı. O mükafatı alandan sonra yeməyini, jelibonunu, konfetini, meyvəsini, qidasını alandan sonra dediyin şeyləri edir. Bəs yaxşı, cəzalandıranda nə edirsiniz? Cəzalandıran qışqırmaq. Uşağın üstünə də qışqırırlar da. Yəni o səndən qorxmalıdır, ancaq qışqırmaqla. Yəni bu incə heyvandır, bunu neynəmək olar ki, başqa cür. Düzdür, ümumiyyətlə heyvanlara qarşı şiddətə, daha doğrusu... Yox, şiddətə mən yox deyirəm, mən şiddət vermirəm. Açığı hamı da tanıyır məni. 25 ilə yaxındır ki, meymunum var, şəhərdə də, mərkəzdə də gezirəm oyuna. Mən ona şiddət versəydim, o heç yaşamazdı. Əksinə məncə aqressiv olardı. Aqressiv olardı. Prosto vəhşi təbiətdə yaşayan heyvanlar da, evdə saxlayanda... Vəhşi təbiətdə yaşamayıblar, nəsli də burada böyüyüb. Yox, bunu yox, ümumiyyətlə meymunları. Bəli, əcdadları vəhşi təbiətdə yaşasa da, bunlar primat paroda. Yəni, necə deyərlər, bunlar evcilleşiblər. Küçə iti ilə ev itinin fərqi olduğu. Evdə nə saxlayanda nə kimi çətinliklər olur? Yəni, evi dağıtmağı ya da... Körpə uşaq kimidir, pampers qoyursan buna, gündə 3 dəfə pampersini dəyişməlisən.
yeməkləri, qidalarını vaxtında düzgün bilmənsə, bunlarda da olur. Qarın pozğunluğu olur, qarnı xarab olur, baş ağrısı, qızdırması, həkimləri var. Hə, tibbi müayinələrdən də keçir. Pampersinin dəyişmə vaxtlarını özü bildirir, yoxsa ki, özün hiss edirsən, müddəti özün olaraq. hiss edirsən. Mosu, Yayda çox dəyişirəm, 5 dəfə dəyişirəm, qışda hardasa 3 dəfə. Bilirsən? ağır da yad əldən telefon götürmür. Bəs bir aylıq baxımı maddiyyat olaraq nə qədərə gəlir çıxır? Ən aşağısı günə 10 manat. 300 manat ayda. Bir meymunun xərci 300 manat. O da onun işləməyindən asılıdır. İşləyəndə lap çox da xərcləyirəm ona. Yaxşı qazananda yaxşı da Özü öz pulunu qazanır. Bəli, özü öz Onda pulunu siz qazanır. baxmırsınız ki, özü baxır özünə. Bəli, Mosu, o mənə baxır, mən ona. ailəsinə baxır. O mənə baxır, mən ona. Biz şərikik. Ala bilərsiniz qucağınıza, siz Bilən. alın. Mosu, gəl jelibon ye. Meymunluq eləmə. Mosu, Ağzında var ya, ona görə getirmir. tərbiyəli Görməmişdi, bir gözlə eləmə. görməmişdi. Mosu. Bütün insanları sevirmi olsun. Kimliyindən asılı olmayaraq gedib oturur qucağında. Cütləşmə müddətləri nə vaxt olur? 8 yaşından sonra Nə qədər bəs şey olurlar, yəni hamiləlik müddətləri nə qədər olur? hamiləlik müddəti 6 ay ərzində bildirir özünü. Neçə bala verirlər? Bir balası olur, uzağı 2 balası ola bilər. İnsan kimidir. Mosun hələ evladı yoxdur onun. Yox, Mosu təzə evlənib. Mosu təbrik eləyirik. 10 şərəfən gəsəmidən jelibon verək. Musiqi. Çöplü sok İstəmə. xoşlayır, belə şeylər xoşlayır. Bəlkə Özü üçün. semişka verək. Semişka çıxdıya bilir. Şirini yedi ona görə. Ha, hə, ondan sonra istəməyəcək. Yeyib gəlib, həm də ki bunu ac saxlamırıq. Hə. Qidasını vaxtında verməyəndə qışqırır, özü seçir. Gündə neçə dəfə qidalanır? 3-4 dəfə. Belə də bütün gün ağzı işləyir də. Bana. O qidadan əlavə bütün gün ağzı işləyir. Müştərilər özləri də getirib gəlirlər, yedizdirirlər. Özlərinin də xoşu gəlir. Hələ bir uşaq var ki, evdə meyvə yemir. Deyir gedib meymunla bərabər yeyəcək. O meymun yeyir, o da yeyir. Mosuya səbəb yemək yeyirlər, hə Mosu? Hə, bunun səbəbi, bunun sayəsində uşaqlarımız da çörək yeyir. Mosu deyəsən üşüyür, əyni qalın. Meymunluq eləmə, adam ol. Mosu ayaq üstə gezməyi xoşu də gəlmədi. Geyiminə fikir bildirdin, xoşu gəlmədi. İndi hava yaxşıdır, düzəldi. Soğuq olduğuna görə belə Bunlar qalın üçün geyindirmişəm. xüsusi geyim var, yoxsa Yox, uşaq paltarları. uşaq paltarlarından? Körpə uşaq paltarları geyindirir. Mosu əsəbləşmə, ala. Getir Mosu. Get. Doydu. Oy da qaşqa bağına var. Get. Qoy cibə apararsan xəyal heç. Ala Mosu, bunu veririk. Mosu qoyaq cibə. Cibə qoyaq sən. Dadı xoşuna gəlmədi deyəsən. Dostlar, Mosun oturmaqla heç işi yoxdur. Ona görə biz də keyfini açmaq üçün onu ayaq uydurmalıyıq. Bəlkə duraq gəzək Mosu? Gezək. Gəzək. Bizə Mosu ilə bağlı maraqlı hadisələrdən danışarsınız. Meymun olan yerdə meymunluq olmaya bilməz də yəni. Mümkün deyil o. Orası mümkün deyil. Yəni nə kimi maraqlı hadisələr olur? Ən çox verilən sual mənə şəhərdə olur ki, hamı yaxınlaşır, sual verirlər. Sizinkidir. Bu suala siz olsanız mənim yerimə nə cavab verərdiniz? Yəni sənədini göstərərdim ya da Mən sadəcə deyirəm, oxşamır. Təbii ki, bir zaramat idi. əlbəttə. Cavanlıq sərfimdir. Gəl Mosuya dondurma verəm. Mosu dondurma yeyirsən? Jelibondan Mosu sonra. dondurmanı çox sevir. Yayda Oradan əsasən- verirsiniz dondurma. Yayda çox yeyir. Gəl, Mosu. Belə bəs Bilirsən. xəstəlik olaraq əsasən nə kimi xəstəlikləri olur? Qrip olur. Ən çox olduğu qripdir. Qızdırması olur. Həkimləri var. Onu necə Aparır. hiss eləyirsiniz? Yəni səbir gətirir. Ha, asqıranda, yəni normal adamlar kimi. İnsan kimidir. Bunun temperaturu, yəni yüksək olur. İnsandan 2% yüksək olur. İnsanda 36-dırsa, bunda 38 olur həmişə. 8, hə. Korona dönəmində nə edirdiniz? Darıxmırdı evdə. Mosun 2 yaşı var, korona görmüyor. Aa, hə. Sağ olun. Mosu yox da. Kop Məsələn, yok, kop görmüyor, korona görmüyor. Mosu yox da, o birisi heyvanlarınız var, onlar məsələn. Var mı?
Korona Yəni vaxtında korona mən müddətində onlar- qorudum, heyvanlarımı qorudum. Bayır şəraitinə çıxarmadım. Olub korona vaxtı keçirmədilər. Allaha şükürlər olsun ki, bunların güclü olduğuna görə, Əslində meyvə o- tərəvəz yediyinə görə, Hə. ən çox portağal yeyirdi. Ona görə də ona korona təsir eləmədi. Yaşama müddətləri nə qədər olur? 30 ildən yuxarıdır. 40 ilə yaxın yaşayır. Yaxşı qulluq Sizdə eləsiniz. bəs ən böyük, yəni yaşı çox olan meymun Məndə indi hal-hazırda var 10 yaşında. olması ilə nəsə bir şey var, qohumluğu? Yox, qohumluğu yoxdur. Onun indiki hal-hazırda olan həyat yoldaşı Hə. Mosunun anasıdır. Aa. Əvvəlki Mosun öcək atasıdır. Ögey atası, təzə atasıdır. Əsəbidir, ona görə Mosuya belə çox zarafatlar eləyə bilmirik, başına var. Mosu ayaq üstə gezməyi xoşlayır. Gəl. Mosu, Mosu, gəl oğlum, gəl. Mosu gəl əmin qucağına. Mosu kisib Əmidən səndən. xoşu gəlmir, Kimi? arxasını çevirir. Mosu Köpək oğlu, hara gedirsən? qaçmaz ki. Ya, narahat olma. O bilir. Mosun deyəsən kameralardan xoşu gəlmədi. Yox, xoşlamır. Bu çəkilişləri xoşlayır. Xasiyyəti ağır da. Mosu düz otur. Düz yanında otur bala. oturum görə. Düz otur. Mosu. Əminlə söhbət edə. Eləmə. Meymunluq eləyirsən, köpək oğlu. Bura bax, ata burdadır. Əmi sənə semiska versin Mosu. Əmi, meymunun əmi soldu. Mosu, Mosu, semiska verim sənə. istəyirsən bala? Gəl. Ağı da var, bəlkə ağ xoş deyir. İstəmir. Səhər yaman yaxşı yedizdirmisiniz. Nə vermisiniz səhərə? Banan yeyib, yoğurt yeyib. Oo. Tox olduğuna görə yemək. Gəl. Yemirsən? Çox yemişəm, nə deyək? Mosu, gəl barışaq. Eləmə, Mosu. Mosu. Onun elə ən maraqlı hərəkətləri o dəcəl olmağına görə. Gəl qızıma. O meymunluq qızına eləməsə gəlirsən. ona meymun deməzlər. Yaxşı, mən də səndən küstüm Mosu. Gəl, gəl Mosu gedək. Gəl gedək. Gəl gedək. Əmi ilə gedirsən? İstənmə, gəl dalaşaq. Hə? Eləmə Mosu, eləmə olmaz. Olmaz. Əsəbləşdirmiş. Meymunluq eləmək olmaz. Tərs tərəfindən Otur əmin qalxır qucağında. deyəsən. Gəl qucağıma. Otur əmin qucağında. Gəl əmini maç elə. Öp əmini. Qorxma öpücük. Əmin çox sizə. Bəlkə get bir gün əmin gel də qal. Gedirsən Mosu? Gezmə, gezmə. Götür Mosu, yoxdur. küstüm Manikür səndən. eləmişik onu. Narahat Küstüm olma. səndən Mosu. Mosu. Mosu bizə əsəbləşdir.